Hamımız bilirik ki, xəyalımızda bir motosikl var, amma ona çatmaq biraz çətin məsələdir. Nəyə görə? Çünki Azərbaycanda biraz yeni bir motosikl almaq çox bahalıdır. Yəni bazar qiymətləri də dəhşətdir. Gətirilən motosikillər də çox vaxt elə Azərbaycan qiymətinə uyğun gəlir. Biz nə etməliyik? Artıq istədiyimiz motosikli daha uyğun qiymətə, daha uyğun şərtlərlə əldə etməliyik. Məsələn, 15 minin var. Artıq sən aşağı bir level motosikl almaq yerinə, məsələn 15 minə Kawasaki Ninja 400 almaq yerinə, sən artıq almalısan, məsələn Honda CBR 650. Amma gəlib o sənə 22 minə çıxır. Nə fikirləşirsən? Ümumiyyətcə təzə motosikl nə alınar? Hə, düz deyirsən. Aynen! Ona görə nə edirik? Biz layihə başlatdıq, Azərbaycanda bütün şirkətlərdən danışırıq. Ən düzgün, uyğun şərtlərdən, yaxşı bir qiymətə hansı motosikl gətirirlər? Artıq bu bazarda 18 minə 2006-nın, 2007-nin motosikllarının satılmağı biz də bezdirir. Bazar qiymətləri çox yüksəkdir. Biz də birləşdik, siz də bizə qoşulun, paylaşın. Ətrafınızda yeni motosikl almaq istəyən, yüksək kuba keçmək istəyən insanlar varsa, onlara da yayın, oturaq, söhbət edək, danışaq ki, öz qrupumuz yaranacaq inşallah, az qalıb. Artıq bu videonun altına da qeyd eləmiş olacağam. Siz də paylaşın ətraflı, kim daha yaxşı motosikl istəyirsə, kim daha məsəl üçün cibinə uyğun 15 minin var, 10 minin var, buna hansı motosikl düşər, hansı motosikl gətirə bilərəm deyirsə bizə yazsın. Yəni 7 min, 8 min, 10 mini 150 kub motosikla vermək həqiqətən artıq insanları bezdirib. Yəni, biz özümüz də yüksək kuba keçəcəyik, sizin üçün də istəyirik ki, öz izləyicilərimiz üçün çox daha yaxşı olsun, çox daha yaxşı motosiklər götürə biləsiniz. Sağ olun, salamat qalın. Amma yox, əvvəlcəsində bir şey daha soruşum. Səncə bu layihə uğurlu olar? Amma elə olsa necə olacaq? Hə, olacaq. Ne kadar komik.